75 manata giriş qiyməti. 75 manata kişi. Sonra mənə deyir ki, 3 rəqəmli kodu da səndə mənə. Ayda mən səhv qatarım deyə. Mən səhv qatarım. Oh my god. İnanılmaz. Sabahınız xeyir olsun. Bugün sizi qəşəng bir dənə yerə aparacağım. Qəşəng yer deyəndə az çox bilirsiniz haradır. İguazu şəlalələrinin Argentina tərəfinə aparacağım. Hal-hazırda qaldığım hosteldən çıxdım. Burada bir terminal var, avtovağzal var. Gedəcəm ora. Oradan bir bilet tapmağa çalışacağım. Çünki burada nəqliyyat infrastrukturu bərbad vəziyyətdədir. Yəni demək olar ki, ancaq mərkəzdən belə hərəkət edir. Ondan sonra gedəcəm terminala. O terminaldan bir bilet tapmağa çalışdım İguazuya gedən. İguazuya gedəcəm işte. Bu da buranın avtovağzalı. Bakın görün. Bura giriş hardandır. Bu taksi ki. Neyse, bir girişini tapın. Bu deyir, 10 dəqiqə falan gəlməlidir, amma gəldi avtobusu bu deyəsən. Ben bilet almadım ya. Yani ben bunu bilet aldım. Gediş geliş böyle bir bilet aldım. Gediş geliş 14 dolara kişi. Yok ya bura. Sorry. Este otobüs. Bien. Burada dolları kesilip çünkü hiçbir yer demək olar ki, burada kart qəbul edəmir. Ancaq en effektiv o. Yoxsa heç nə, gediş gəliş 14 dollar, yəqin ki 15-20 dollarda ora giriş olacaq. Avtovağzaldan birbaşa gediş, birbaşa qayıdış. Yavaş yola düşək. Avtobusdan düşdü. Təxminən bir 20 dəqiqəlik falan yoldu, 20-25 dəqiqəlik. Belə bir yer. Ümid edirəm ki, burada kart keçəcək. Yəni çünki bu kart keçmə mövcü Argentinada mənim çox əsəbimə toxunur. Bura bilet yeridir. Gəlib oradan bilet alacağım, amma oha, məzələr sana, qiymətə bax. Qiymətə baxmış. Adi su neçədir? 4000 peso zat, yəni böyle 4 dollar edir. Adi suya. Qiymətə bax. Bu qədər baha olacağını düşünməmişdim. Yəni nəyimiz var axı bu qədər baha qiymət qoymuşsunuz? Yəni 45-42 dollar, 42-43 dollar. 75 manata giriş qiyməti, 75 manata kişi. Oha. Həyatımda bu cür komediya görməmişəm də. 45.000 peso falan keçdim. Əslində bura qədər gəlməmiş olsaydım heç girməyəcəkdim, amma bura qədər gəlmişkən də 45.000 pesonu keçdim. Bu 45.000 peso. 45.000 peso təxminən 45 dollar eləyir. Bunu keçdim, bunu qoydum bir qırağa. Amma mövzu budur ki, kartı oxudur. Kartımı vermişəm buna. Karta belə baxır o yanıma. Kartı normalda mən oxutmalıyam da. Kartı belə çəkir, kartıma da baxır belə. Kodu, senin adını görür. Sonra mənə deyir ki, 3 rəqəmli kodu da səndə mənə. Deyirəm ki, 3 rəqəmli kodu mən sənə necə deyə bilərəm axı. Yəni o 3 rəqəmli kod mənim kodum da, mənə ait bir şeydir. Mən çünki kartın üstündən onu silmişəm də o 3 rəqəmli kodu. Deyir, yox, 3 rəqəmli kodu biz bilməliyik. 3 rəqəmli kodu dedim, sən elə şey yoxdur, 3 rəqəmli kodu da bilməli deyilsən.
əvvəllər belə değildi buralar. Çünki mən əvvəlki videolara falan baxmıyorum. Yəni buralar son dövrlərdə 100% belə olubdu. Yəni bu inanmıram ki belə bir şey olsun. Yəni 45.000 pesoya, 45.000 pesoya Milli Parka giriş olar ha. 45.000 pesoya, 45.000 pesoya, 45.000 peso. 45.000 peso yəni 70-80 manat edir. Çox bahadır, çox. Neyse, keçək. Neyse, Pozitivə qaydaq da olan oldu, keçən keçdi. Pozitivə qaydaq. Bura gördüyünüz yer İguazu şəlaləsidir. İguazu şəlaləsinin Braziliya hissəsi əslində demək olar ki, şəlalənin 20% Braziliyadadır. Qalan 80% hamısı Argentinadadır. Amma mənzərə görmək istəyirsinizsə Braziliya tərəfindən, amma şəlalələri belə yaxından hiss eləmək istəyirsinizsə Argentina tərəfindən gəlib bunu görə bilərsiniz. Yavaş-yavaş piyada gedək hadisə yerinə. Burada da İguazunun hədiyyəlik əşyalarını satırlar. Burada ən çox olan heyvanlar bu. Qəbildir, nə bilim. Qaraqadil, burada papuqaydır. Heyvanlar buranın yerli heyvanlarıdır. No, how many No? people? Two? Solo. Two? Gracias. Bilməm nə alıram, nə gəldi əlimə götürürəm. Özüm əlim oradan onu verir, bu burada bunu verir. Bu formada bir yol gedir. Düz İguazu meşəsinin ortası ilə bu formada bir yol düzəldibdilər. Tək başıma gedirəm, heç bir məlumatım yoxdur hara gedirəm. Prosto gedirəm. Burada belə bir stansiya var. Yəqin ki, bu stansiyadan qatara minib gedirlər şəlalənin olduğu yerə. Yəni belə bir qatarlar çox maraqlıdır yəni. Amma yəni təhlükəsizlik yəni tamamilə sıfırdır. Yəni konkret sıfırdır təhlükəsizlik. Yəni mən buradan başqa qaran biri olsun, kullansın buradan. Əssalam, öldü. Konkret sıfır. Ayda mən səhv qatarım dedim. Mən səhv qatarım. Mən o başa getməliydim. Səhv yerə gəldim. Yox, oradan minib qayıdarım. Səhv yerə gəldim mən. Yəni, formada bir şeydir yəni. Gedir, bir stansiya, iki stansiya deyəsən. Başdan götürür, aparır o tərəfə, bu şeytan boğazı deyilən yerə. Sonra da geri qaytarır. Mən biraz səhv yerə mindim, başa qayıdıram. İndi oradan təzədən şeytan boğazına gedir. Geldik Carranza del Diablo şeytan boğazı stansiyasına. Bunlar hamısı geri dönməyi gözləyənlərdir. Böyle təzə giriş. Here we go. Necəsən kələ? Nə var nə yox? Atarsın. Kaçma söz değil. Gel buraya. Necəsən? Oh my god. Anlatmaya gerek yok. Görüyorsunuz. İnanılmaz. Bir tane de geçen serinlik vurur. Gel görəsən. Çok büyük çay diye. Ne kadar da bunun eni?
əməlli boşdur. Hələ bu çay hissəsidir, yəni şəlalə hissəsinə hələ var biraz. Çay gedən hissədə bu tökülüşmüş yollara əziməli. Nə zülümdür axı, nə dərddir axı. Tökülüşmüş yollara gedir, yəni. Heç nə demirəm, valla hara gedirsiniz? Bununla boyda çayda. Təsəvvür et ki, 15-20 dənə bu cür yer keçmişəm, hələ də çay tutarmış. Piu. Göl falan deyil ha, yəni çaydır. Gözəl göldür. Qabaqda dumanı qalxır. Şəlalə oradadır. Dumanı qalxır gördüm. Tu comida las matas. Bir yemək verməyin. Tu comida las matas. Deyir, onları öldürür sizin verdiyiniz yemək. Verməyin. Yemək tapsam özüm yiyərəm. Balığa niyə verirəm? Oradan dumanı qalxır. Şəlalən. Ay bebi, nə olar? Gec gedirsən evi, qurban olur. Tez get də. 10 saata gedirlər bir yolu. Of, bu gənc. Bala, mən gəncəm. Bala, sizin kimi şey deyiləm. Tez gedir, tez. Sol pavarı yandırırsan, seçdin. Sağı götürdün. Sol. Ala, boşluq. Bunu vereyim də nə olar? Oh my god. İnanılmaz. Əslində fərq buradadır ki, Braziliya tərəfi, qabaq tərəfi, oralar Braziliyadır. Braziliya tərəfində şəlaləyə aşağıdan yuxarı baxırsan. Burada yuxarıdan aşağı baxırsan. Başa düşdün? Öyle bir fərq var. Mən tam baxım deyəcəm ki, Braziliya tərəfimi qəşəngdir, Argentina tərəfimi qəşəngdir. Biraz da bu şəlalə haqqında biraz daha məlumat vereyim. Şəlalə dünyanın ən böyük 7 təbiət möcüzəsindən birisi hesab olunur. Argentina və Braziliya arasında, belə deyək, yerləşən bir şəlalədir. Braziliya tərəfindən gəlmək olur bu şəlaləyə, Argentina tərəfindən gəlib görmək olur. Dünən Braziliyadaydım, bugün Argentina tərəfindəyəm. Mövzu budur ki, buranı Iguazu şəlalələrinin 80%-i, Iguazu şəlaləsi bütövlükdə 3 kilometr boyunca uzanan bir şəlalədir və 3 kilometr boyunca 300-dən çox, 300-ə yaxın belə deyək, şəlalələr mövcuddur və bu şəlalələrin 80%-i düşür Argentina tərəfinə. Qalan 20% isə düşür Braziliya tərəfinə. Yəni şəlalələri uzaqdan görmək istəyirsinizsə, Braziliya tərəfinə getməlisiniz. Şəlalənin belə yaxından, bu formada biraz daha yaxınlaşım. Belə ən bol sulu vəziyyətini görmək istəyirsinizsə, gəlməlisiniz hara? Təbii ki, Argentina tərəfinə. Argentina. Hoppa. Bu mənzərəni ancaq Argentinada görmək olur. Həqiqətən burada namik mənalı bir mahnısı yadıma düşdü. Deyir, kösəri quşlar tək qonaq gəlmişdim, qəfil çıxıb getsəm, qınama məni. Qınama məni, qınama məni, qəfil çıxıb getsəm, qınama məni. Qəti şəkildə buradan ayrılmaq istəmirəm, qətiyyən. İnanılmaz bir mənzərədir, yəni bu havasın sözlə izah edə bilmərəm. O qədər möhtəşəm bir mənzərə var arxamda. O qədər möhtəşəm. Bütün paltarım oldu. Bütün paltarım sudur. Amma ondan qətiyyən narazı deyiləm.
Hola. Ve devam edeyim. Paltarım bu vəziyyətdədir. Yəni inanılmaz bir şeydir. İnanılmaz bir şeydir bu. Düşündüm ki, elə ən yaxşısı köynəyimi çıxartmaqdır, çünki başqa cür bu su ilə bazarmaq olmur. Bəli, artıq yekunlaşdırmaq vaxtıdır. Mən onsuz da elə axşama qədər buradan çıxmağı düşünmürəm. Buradan biraz daha zövq almaq istəyirəm. Yəni saatlarla, günlərlə izləsəm də doymayacağım bir mənzərədir. Yəni istər şəlalələr olsun, istər ətrafı olsun, inanılmaz möhtəşəm bir yerdir və hər bir insan yəni gəlib həyatında ən az bir dəfə də olsun gəlib bu mənzərələri görməlidir. İçində necə bir dünyanın içində yaşadığımızdan heç olmasa bir vacib olsun xəbərdar olmalıdır. Ümid edirəm ki, belə deyim, inanılmaz bir təcrübə oldu mənim üçün. Bu gün də inanılmaz bir təcrübə oldu və ümid edirəm ki, bu təcrübəni bir bazı da olsun sizə yansıda bildim. Mən biraz daha buralarda gəzim, amma videonu burada sonlandıraq. Baxın, yaşlı insanlar gəlirlər bura. Çox insan gəlir ki, ölmədən öncə bu yerləri görsün, eləsin filan. Amma məncə gənclikdə bəzi şeylərin dəyərini bilmək daha yaxşı olar. Çünki yaşlı olanda artıq gənckən olduğun o enerjide olmursan. Gənckən 10 addım atırsan, yaşlıyken bir addım belə güclə atırsan. Yəni, belə şeylərə görə insan gərək yaşının dəyərin vaxtında bilsin. Onsuz da ölüb gedəcəyik. Hamımız gec-tez ölüb gedəcəyik. Yəni, ölümsüz insan yoxdur. Onun üçün də necə bir dünyada yaşadıq, heç olmasa bundan biraz məlumatlı olaq ölmədən öncə. Belə. Yeni yerlərdə, yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.